Cümlənin məqsəd və intonasiyaya görə növləri. Birincisi, nəqli cümlə. Nəqli cümlə. Nəqli cümlədə uşaqlar nəql olunma əsasdır. Yəni, hadisələr olduğu kimi sadalanır, deyilir. Yaxşı, nəqli cümlə budur. Sonunda əsasən nöqtə işarəsindən istifadə olunur nəqli cümlənin. Amma mən sizə bunun tapılma yolun bir şərt formasında yazacağım ki, rahat şəkildə öyrənəsiniz. Deməli, harada nəqli cümlə axtaracam? Sonunda sual və nida işarəsi olmayan, bax, sonunda sual nida işarəsi olmasın mütləq şəkildə. Xəbəri feilin əmr şəklində olmayan istənilən sadə cümlə. Deməli, uşaqlar, bizim bu qaydamızı əhatə edən bütün sadə cümlələr nəqli cümlələr olacaq. Çünki təkrar edirəm, nəqli cümlə nağıl olunmağa, nəql olunmağa, danışılmaq metodundan istifadə olunur nəqli cümlələrdə. Bunun məzmununda nə əmr yoxdur, bunun məzmununda nə sual yoxdur, bunun məzmununda nə nida yoxdur. Yadınızda saxlayın. Deməli, nəqli cümlənin xəbəri iki yerə bölünəcək. Nəqli cümlə həm ismi xəbərli ola bilir, nəqli cümlə həm feili xəbərli ola bilir. Baxaq ismi xəbərliyə. Məsəl üçün deyirəm, mən tələbəyəm. Tələbəyəm. O gəlir. Həm ismi xəbərli, həm feili xəbərli. Gözü uşaqlar, sonunda da bir nöqtə qoydum. Nəzərdə saxlayın. Əgər mən belə bir şey yazsam, məsəl üçün deyirəm ki, o, məsəl üçün, o tanıyır. O tanıyır. Nə edir? Tanıyır. İndiki zamanda bu oldu nəqli cümlə. Bura bir sual qoysam, bu artıq nəqli cümlə olmaqdan çıxacaq. Bu artıq sual cümləsi olacaq. Və yaxud bura bir nida qoysam, bu artıq nəqli cümlə olmaqdan çıxacaq. Nəzərinizdə qalar. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, nəqli cümləni intonasiyadan asılı olaraq deməli nida və sual cümləsinə çevirmək olar. Deməli, yazıram bura. Nəqli cümləni nida və sual cümləsi etmək olar. Bu formada bir şey nəzərinizdə qalsın. Bayaq yazdığım izahdır. Nəqli cümlə olduqca sadədir. Bəzən belə deyək də, xəbərin yerini də dəyişəcəklər, amma ehtiyatlı olmaq lazımdır. Bunları yazmalısan. Yazmalısan sən. Burada biz xəbər axtarırıq. Haradadır xəbər? Buradadır xəbər. Yazmalısan. Malı məli var. Feilin deməli vacib şəklindədir. Deməli cümlə nəqli cümlədir. Çünki sonda nöqtə var. Nəzərinizdə qalsın uşaqlar. Sonda nöqtə varsa cümlə sadə cümlədir. Yəni cümlə bu formada bitibsə cümlə sadə cümlədir. Nəqli cümlə mürəkkəb sözlərin tərkiblərində də işlənə bilər. Onda birinci nəqli cümlədən sonra vergül işarəsi qoyulur. Burada da heç bir problem yoxdur. Məsəl üçün deyirəm ki, deyək ki, külək əsir, hava soyuyur. Bu cümlə iki dənə sadə, nəqli cümlədən ibarət mürəkkəb cümlədir. Nəzərinizdə saxlayın. Bu bizim nəqli cümlə haqqında bilməli olduqlarımız. Keçirik ikinciyə. İkincinin adını qoyaq əmr cümləsi.
Əmr cümləsi əmr, xahiş, arzu, istək məqsədi ilə, yəni əsasən əmr məqsədi ilə istifadə olunan cümlələrdir. Bəs əmr cümləsini necə fərqləndirəcəyik? Uşaqlar, baxın, əmr cümləsinin eyni qaydanı biraz fərqləndirilmiş yolla yazacağıq. Deyəcəyik, sonunda sual, nida işarəsi olmayan xəbəri feilin əmr şəklində olan istənilən sadə cümlə. Uşaqlar, bu oldu bizim əmr cümləsi haqqında bilməli olduqlarımız. Yəni, bunun əsasında əmr cümləsi, bunun əsasında formalaşır. Məsəl üçün, deyirəm ki, o yazsın. Və yaxud da ki, deyirəm ki, mən gəlim. Və yaxud da ki, siz başlayın. Nöqtə. Və yaxud da ki, onlar gəlsinlər. Bunu şəxslər üzrə də yaza bilərik. Məsəl üçün, biz deyək ki, vuruşaq. Belə. Sən vuruş. İndi, deməli, fikir verin burada əmr cümləsini belə yüksək hissəyəcanla deyib nəqli cümlə və yaxud da ki, sonunda sual qoyub, sual cümləsi etmək olar. Amma hamısını yox. Nəzərdə saxlayın. Ona görə uşaqlar, belə bir şey yazacağıq biz əmr cümləsi ilə bağlı. Deməli, buradan yazırıq ki, əmr cümləsinin, hələ əsas fikirləri yazım, əmr cümləsinin xəbəri yalnız feilin əmr şəklində olan sözlə ifadə olunur. Bu bizim qaydamızdır, uşaqlar, nəzərinizdə qalsın. Yəni, feilin əmr şəkli, xəbəri yalnız feilin əmr şəklində olan feillə ifadə olunacaq. Bu nəyi deməyə əsas verir? Əmr şəklinin xəbəri, yəni xəbər, yalnız feili xəbər olur. Yəni, uşaqlar, əmr şəklini ismi xəbərlə ifadə eləmək mümkün deyil. Nəzərinizdə qalsın. İndi, biz əmr şəklini də keçirdib nida və ya sual cümləsi eləyə bilərik. Məsəl üçün, deyirəm ki, o yazsın, düzdür, yazmışıq yuxarıda, o yazsın. Buna bir sual qoysam, o yazsın, artıq bu nə olacaq? Bu olacaq sual cümləsi, nəzərinizdə qalsın. Və yaxud da ki, yazmışam, mən gəlim, bu nədir? Bu əmr cümləsidir, mən gəlim, sən gəl. Amma sonuna bir sual artırsan, mən gəlim, bu artıq olacaq sual cümləsi. Görürsünüz, bu üçüncü şəxsi də eləmək oldu, birinci şəxsi də eləmək oldu. Lakin ikinci şəxsi sual cümləsinə keçirtmək olmur. Məsəl üçün, bax, deyirəm ki, siz başlayın. Siz başlayın deyə bilərəm, siz başlayın. Belə şey olar. Yəni, bu artıq sual cümləsinə keçmir. Ona görə nəzərdə saxlayın ki, ikinci şəxs, demək, şəxsdə əmr cümləsi sual cümləsinə keçmir. Uşaqlar, bu oldu bizim nəqli və əmr cümləsi haqqında bilməli olduqlarımız. Yəqin ki, burada çətin bir şey yoxdur. Təkrar edirəm, xəbəri feilin əmr şəkli ilə ifadə olunan, sonunda sual və nida qoyulmayan cümlələr əmr cümlələrdir. Sonunda sual, nida olmayan və xəbəri feilin əmr şəkli ilə ifadə olunmayan cümlələr isə nəqli cümlələr adlanır. Nəqli cümlələrin sonunda sual qoyulur. Həm ismi xəbərli olur, həm də feili xəbərli olur. Bu oldu bizim nəqli və əmr cümləsi haqqında bilməli olduqlarımız. Yerdə qaldı 2 dənəsi.
Deməli, üçüncü sual cümləsi. Sual cümləsi. Əsasən cavab almaq məqsədi ilə istifadə olunan cümlələrə sual cümlələri deyilir. Amma biz bunu bu formada yazaq. Sonunda nida işarəsi olmayan, sonunda nida işarəsi olmayan, amma sual işarəsi olan istənilən sadə cümlə. Sadə cümlə. Yəqin ki, bunu başa düşə bilirsiniz uşaqlar. Sonunda nida işarəsi olmasın, amma sual işarəsi olsun. Cümlə sual cümləsi olacaq. Məsəl üçün deyirəm ki, bunları bilir və yaxud da ki, bilirmi? Bunları bilirmi? Sənə söylədimi? Və yaxud da ki, söylədi. Sual cümləsi budur uşaqlar. Sual cümləsinin sonunda sual işarəsi olmalıdır. Bir mənalı şəkildə. Və sual cümləsi necə formalaşır? 3 yolla formalaşır. Birinci, sual intonasiyası. Sual intonasiyası. Ümumiyyətlə, yadınızda saxlayın ki, uşaqlar, elə bir cümlə yoxdur ki, orada intonasiya olmasın. Yəni, mütləq şəkildə bir cümlə varsa, həmin cümlədə intonasiya olmalıdır. Sual cümləsində sual intonasiyası olur. İkincisi, sual əvəzliyi. Sual əvəzliyi. Üçüncüsü, sual ədatı. Sual ədatı. Bu 3 yolla yaranır. Məsəl üçün, uşaqlar, intonasiya ilə deyirəm ki, deməli, Babək bunu yazacaq. Sual. İkinci sual əvəzliyi ilə. Siz buraya necə gəldiniz? Sual. Üçüncü sual ədatı ilə. Bəs mən getməyəcəm. Sual. Əla, hər şey yerində. Bəs uşaqlar, kompleks sual cümləsi nədir? Baxın, kompleks sual cümləsi. Yəni, hamısının iştirak elədiyi. Yəni, bir cümlədə həm sual intonasiyası, həm sual əvəzliyi, həm sual ədatının olduğu cümlələr kompleks sual cümləsi adlanır. Nədir bu kompleks sual cümləsi uşaqlar? Baxın, yazılan bir nümunə. Deyirəm ki, bəs bunu necə həll edək? Fikrin uşaqlar, burada həm bəs var, sual ədatı, həm necə var, sual əvəzliyi, həm də ümumiyyətlə istənilən cümlədə bir sual intonasiyası olur. Ona görə də bu cümlə olacaq bizim üçün kompleks sual cümləsi. Nəzərinizdə saxlayın ki, uşaqlar, bax deyirəm, nəzərinizdə saxlayın ki, nida işarəsinin olmamağı şərtdir. Əgər sualın yanında nida işarəsi olarsa, həmin cümlə nida cümləsi olacaq. Bu da artıq bizim 4-cü və sonuncu cümlə növümüzdən danışmağa bizi sövq eləyir. Deməli, sonuncu cümlə olacaq nida cümlələri. Nida cümləsi yüksək hiss həyəcanla deyilən cümlələrdir. Uşaqlar, görün nə qəşəng rahat bir şeydir. Sonunda nida işarəsi olan cümlələr, söhbət sadə cümlələrdən dedir. Cümlələr nida cümləsidir. Baxın uşaqlar, fərqi yoxdur. Feilin, ümumiyyətlə feili xəbərdir, ismi xəbərdir, heç bir fərqi yoxdur. Məsəl üçün, deyirəm ki,
Bu, məsəl üçün deyirəm, doğrudur. Doğrudur. Bu sual. Sual qoyuram bura. Bu cümlə sual cümləsidir. Düz deyilmi uşaqlar? Rahat şəkildə görünür. Bura bir dənə nida adı atıram. Yüksək hiss-həyəcanla deyirəm. Artıq bu cümlənin adı uşaqlar sual cümləsi olmaqdan çıxdı. Bu cümlə nida cümləsidir. Bax, nida işarəsi sual işarəsindən üstündür. Burada sual var, amma cümlə artıq nida cümləsidir. Və yaxud da deyirəm ki, qorxmayın. Qorxmayın. Bir dənə nida işarəsi. Və yaxud da deyirəm ki, biz bacaracağıq. Nida işarəsi. Yəni, sonda nidanı gördünüz uşaqlar. Cümlə nida cümləsidir. Amma tərkibində nida işarəsi olan bütün cümlələr nida cümləsidir fikri. Yanlışdır. Bax, yazıram. Tərkibində, bunu əzbərləyin. Tərkibində nida cümləsi, nida işarəsi olan bütün cümlələr nida cümləsi deyil. Nida cümləsi deyil. Bir dənə də nida. Bu özü nida cümləsi oldu artıq. Baxın uşaqlar, deyirəm ki, Sərvər, sən məni anlamalısan. Nöqtə. Bax, fikir verin uşaqlar, sərvərdən sonra nida işarəsi qoymuşam və sən məni anlamalısan yazmışam, sonda da nöqtə. Bax, sən məni anlamalısan, bu artıq nəqli cümlədir. Bu isə, bu nida işarəsi, bəzən xitabı ayırmaq üçün də nida işarəsindən istifadə edirik. Ona görə tərkibində nida işarəsi olan bütün cümlələr nida cümləsidir fikrin. Biz səhv kimi götürəcəyik. Nəzərinizdə qalsın. Bax uşaqlar, bu da oldu bizim cümlənin məqsəd və intonasiyaya görə növləri dərsimiz.